Antiterror əməliyyatının şəhidləri. Onlar sükutun içindən keçərək vətənə canları ilə səs verdilər. Minaya, mərmiyə tuş gəlsələr də qorxmadılar. Çünki torpaq onları çağırmışdı. Onların qanı ilə yuyulan yollar bugün azadlığa aparır bizi. Hər şəhid bu xalqın alnında bir nur, torpağın altında isə əbədi bir anddır. Antiterror əməliyyatlarında ölkəmizin suverenliyi uğrunda öz canından keçən hərbiçilərimizdən biri də Həmidli Həmid Əli Sahiboğludur. O, iyulun 28-i 1996-cı ildə Beyləqan rayonunun Milabad kəndində anadan olmuşdur. Cəbrayıl rayonunun 21 sayılı orta məktəbdə orta təhsilini aldıqdan sonra təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib. Liseydən müvəffəqiyyətlə məzun olduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuşdur. Təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində dağım komandiri kimi xidmətə başlayıb. 2019-cu ildə Azərbaycan ordusunda ən yaxşı tank bölüyü adı uğrunda keçirilən yarışda bölüyü ilə birgə birinci olmuşdur. Kapitan Həmidli Həmid Əli Sahiboğlu Tovuz döyüşlərində iştirak etmiş, qorxmazlığı və cəsarəti ilə hər kəsə nümunə olmuşdur. İkinci Qarabağ müharibəsində qəhrəmancasına iştirak edən Həmid Həmidli Füzulinin, Xocavəndin, Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Həmidli Həmid Əli Sahiboğlu Füzulinin, Xocavəndin, Cəbrayılın azad olunmasına görə, igidliyə görə və cəsur döyüşçü medalları ilə təltif edilmişdir. Həmidli Həmid Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid kapitan Həmidli Həmid doğulduğu Beyləqan rayonu Milabad qəsəbəsi qəbirstanlığında dəfn edilmişdir. Ailəli idi. 2 övladı yadigar qalıb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən Vətən uğrunda medalı və Azərbaycan bayrağı ordeni ilə təltif edilmişdir.